Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə ingilis dilində isimlərin cəmini öyrənək. İngilis dilində isim noun, isim adlanır. İngilis dilində isimlərin cəmi s, s şəkilçilərinin köməyi ilə yaranır. Bunun qarşılığı bizim dilimizə lar, lər şəkilçisi kimi tərcümə olunur. Biz isimlərin cəmini düzəldərkən nəyə diqqət etməliyik? İsmin cəmini düzəldərkən ismin qarşısında e və yaxud da ən artiklı varsa, onlar ləğv olunmalıdır. Çünki ən artiklı təki bildirir, bir deməkdir. Yəni book yazılıbsa, biz onu artıq cəm eləyəndə orada atılmalıdır. Olur books. Gördünüz, artıq yazmadıq burada. Məsələn, pen yazılır. Pen yazılır. Cəmini düzəldərkən pens olur. Apple yazılır. Cəmini düzəldərkən apples almalar olur. İndi biz ingilis dilində ismin cəmini düzəldərkən diqqət yetirməli məqamlardan biri də odur ki, nə zaman s yazmalıyıq, nə zaman s şəkilçisini istifadə eləməliyik. Əgər sözün sonu s, x, o, s-h, c-h, t-c-h bunlarla bitirsə sözün sonu, o zaman s yox, s şəkilçisi əlavə olunur. Məsələn, qutu sözünə baxaq. E-box artıq cəmlənərkən boxes. Gördünüz, bunun cəm şəkilçisi budur. S yox. Niyə s artırdıq? Çünki onun sonu x ilə bitir. Deməli, sonu s, x, o, s-h, c-h, t-c-h ilə bitənlərdə s yox, s şəkilçisindən cəm düzəlməlidir. Biz burada box yaza bilmərik. Bunun səhv variantı olur artıq. Sonra nə zaman yenə diqqət yetirməli bir məqamlarımızdan biri də odur ki, əgər sözün sonu y hərfi ilə bitirsə, y hərfi ilə bitən isimlərdə cəmlənərkən diqqət yetirməli məqamımız odur ki, bu y-dan əvvəl a, i, o, u, bir də e saitləri gələrsə, o zaman s şəkilçisi əlavə olunacaqdır. Məsələn, boy. İndi burada boy sözünə baxırıq. Burada əgər onu s-mı, s-mi artırmaq lazım olduğunu bilmək üçün buna baxırıq. Görürsünüz, y-dan əvvəl o gəlir. Deməli, buna s artırırıq. Boys. Lakin y hərfi ilə bitən sözlərdə y-dan əvvəl samitlər gələrsə, o zaman y i-yə çevriləcəkdir və s şəkilçisi əlavə olunacaqdır. Məsələn, story sözünə baxaq. Görürsünüz, sözün sonu y ilə bitir. Sözümüzün sonu y ilə bitir və ondan əvvəl də samit gəlib, r samiti gəlib. Deməli, o zaman bu cəmlənərkən nə baş verəcək? Y i-yə çevriləcəkdir və s şəkilçisi əlavə olunacaqdır. Deməli, sözün sonu y ilə bitirsə, ona s-mı, s-mi artırmaq lazımdır. Onu bilmək üçün y-dan əvvələ baxmalıyıq. Əgər y-dan əvvəl a, i, o, u, e saitləri gələrsə, onda s artırırıq. Burada yazmamışam. Onda s artırırıq. Yox, y-dan əvvəl samitlər gələrsə, y i-yə çevrilir və s şəkilçisi əlavə olunur nümunəmizdəki kimi. Sonra başqa bir qeydimiz də var ki, f və ya f, hərf ilə bitən isimlərdə f, e hərfləri düşür. Onun yerinə v hərfi yazılır. Məsələn, nə yazağın? Wife sözünü yazağın. Wife.
Görürsünüz sözün sonu f e ilə bitir. F e ilə bitirsə bu cəmlənərkən belə olacaqdır. F e düşəcəkdir, v ilə əvəz olunacaqdır və s əlavə olunacaqdır. V artıq f e-nin yerinə yazırıq. V cəm şəkilçimizdə s olur. Wives oldu. Bununla bitmir. Hələ ki bunun dalı var. Çünki ingilis dilində bəzi isimlər də var ki, onlar cəmlənərkən s şəkilçisi qəbul eləmirlər. Kökdən dəyişirlər. Artıq onu da növbəti videomuzda sizin üçün izah eləyərəm. Bugünlük bu qədər. Əgər abunə deyilsinizsə abunə olun. Videonu bəyəndinizsə bəyənmə düyməsinə basın. Hələlik.